Ama akşamı xeyir. Oğlum yok mutluyuz. Qarşıdan gələn Ramazan bayramı münasibətinə sizi təbrik edirəm. Ləmbəran cəmiyyəti adından, kanalımız adından, xeyriyyə cəmiyyətimiz adından. Sağ ol. Allahın salamı üzərinə olsun. Nəfəssəmi. Sağ ol. Əziz və hörmətli izləyicilər, xoş gördük hər birimizi. Günümüz xeyirli uğurlu olsun. Bugün 7-si Mart 2026-cı ildir. Günü gündən inkişaf edən gözəl yurt Ləmbəran kəndindən sizi salamlayırıq. Azərbaycan Respublikasında kifayət qədər tanınmış Ləmbəran kəndinin gözəl ürəyə malik olmuş xeyriyyətçisi Hacı Əkrəm Əfəndiyə Ramazan bayramı sovqatı göndərib və Hacı Əkrəm Əfəndinin vasitəsilə, eyni zamanda Sədəminin vasitəsilə Ləmbəran kəndində əvvəlcədən adı siyahıda qeyd olunmuş az-səmmiyyətli ailələrə bayram sovqatı göndərir. Mən Sədəmi sizə təşəkkür edirəm. Çox sağ olun. Əziyyət çəkmisiniz bugün. Borcumuz var. Bərdədən bunu məhsulları karobkaya yığdırıb, hazırlatdırıb Bərdədən Ləmbəran kəndinə gətirmişsiniz. Allah sizə can sağ versin. Çok sağ olun. Allah bütün bu kendimizin bayramı mübarek olsun. Şirin ağzına təşkil eləyənin də, göndərənin də, gətirənin də hamısının canı sağ eləsin. Amin. Verib bir aparaq hamısının məhləsində, qapısında çatdırıram. Allah özü qəbul etsin. Müəyyən məsələlərə görə istəmədi adı açıqlansın. Amma həmən şəxs bizim ürəyimizdir, gözümüzün nurudur, başımızın tadıdır, əmimizin də dostudur və Hacı Əkrəm Əfəndinin də dostudur. Allah özü qəbul etsin. Ləmbəran cəmiyyəti adından həmin ağsaqqalımıza təşəkkürümüzü bildiririk. Dünya durduqca dursun necə ki durur və gələcək nəsillərdə həmin şəxsdən inşallah ibrət götürsün. Allah var eləsin. Allah var eləsin. Amin. Allah qalıncın bol eləsin. Karobkanın birində nümunə üçün açaq göstərik sizin də zəhmət olmasa. Hansı məhsullarımız var? Hansı? Demək, içində ailənin bir aylıq dolanışığı üçün bütün məhsullar var. Un. Bir tay unluğu 10 kiloluq. Makaronlardır, yağıdır, duru yağıdır, qəndidir, Çaydır. quru çaydır. Bax görün, Bu yağdır. Bak. bəli, görün içində neçə içində görün neçə çeşit gözəl məhsullar var. Allah min əvəzini versin. Ləmbəran cəmiyyəti adından təşəkkür edirik, minnətdarlığımızı bildiririk. Haqq olan Allah hər iki dünyada razı olsun və mükafatını versin inşallah. Allah özü qəbul etsin. Bax, hal-hazırda Sədəminin maşında, Ləmbəran kəndində həmin dəyərli ağsaqqalımızın adından 15 dənə ailə bayram sovqatı göndərildi. Yəni bunun nümunə üçün həm də ki paylanılan ailələri özümüz ekrana salmırıq. Müəyyən məsələlərə görə bağlı saxlayırıq ki, Allah qoy mükafatını versin. Allah qəbul etsin. Allah köməyiniz olsun, əziz bayram cibini dolu eləsin. Sağ ol ana. Allah qəbul etsin. Allah qəbul etsin ana. Ağsaqqalımıza təşəkkür edirik. Minnətdarlığımızı bildiririk. Allah qəbul etsin. Həmin sənə də təşəkkür edirik. Sağ ol. Sağ əziyyət çəksin. Bax bu kişi bütün kəndimizin hər aksiyalara gedəndə bax bu Sədəmidir, Fərid qardaşdır, Telmandır. Bax bu bərəkətli maşından eyni zamanda digər texnika sürən qardaşlarımız. Bizim həmişə qulluğumuz olub, kömək eləyiblər. Təşəkkür edirəm Ləmbəran cəmiyyəti adından. Sağ ol, başına. Allah bak şeyin də köməyində olsun sizin də. Sağ ol. Elə o uşağın bu əziz gündə. Sağ ol. Dəyərli ağsaqqalımızın adındandır. Şirin ağzına. Sağ ol. Hər kim də Allah bilir. Hə. Növbəti ailə gətirmişik təqdim eləməyə. Heç bir ailəni kameraya salmırıq və heç kimin adını çəkmirik. Allah özü qəbul etsin. 10-cu ailəyə təqdim edirik. Allah qəbul etsin. Allah qəbul eləsin. Növbəti Ramazan bayramı sovqatı. Sədəmgə götür təqdim elə başımadan. Özü qəbul eləsin. Allah ağsaqqalımıza razı olsun. Təqdim elə Sədəmi. Allah mükafatını versin başımadan. Allah özü qəbul eləsin. Bu elə bir ağsaqqalın adındandır ki, ağsaqqal inan Allaha Ləmbəranda tarix yazıb. Şəxsən mənim üstümdə də böyük haqqı var. Allah kömək olsun. Allah mükafatını versin əmi. Amin. Allah mükafatını versin əmi. Sədəmi buyur təqdim elə. Hacı Əkrəm Əfəndi də sağ olsun. Məscidə qarşılayıb, öz xeyir duasını verib. Və göndərib ki, Sədi qardaşımız aparsın, təqdim eləsin insanlara. Allah özü qəbul etsin əmi. Sədəmi təqdim elə başına durum. Allah sizi böyrükdən əks eləməsin. Allah özü qəbul etsin. Bu bayram günü ki, insanları sevindirir.
Allah min əvəzin versin. Ey gecələri, günüzü, bütün kainatı yaradan Allah. Allah qəbul etsin, başmadım. Oldu, götür. Ramazan bayramının son sovqatını getmişik. Değerli ağsaqqalımızın adından təqdim edirik. Allah özü qəbul eləsin. Allah heç kimi darda qoymasın. Allah bütün yaxşılarımızı var eləsin. Bayramınız mübarək olsun. Çox sağ ol. Ramazan bayramınız. Sağ ol, sağ ol. Allah razı olsun. Amin. Bununla da bugünkü xeyri aksiyamız yekunlaşdı. Allah sədəmin də canı sağ eləsin. Bu aksiyanı da belə yekunlaşdırdıq. Ləmbalan kəndində 15 nəfər ailənin çalışdıq ki, sədəminlə ağsaqqalımızın adından Ramazan bayramı münasibəti ilə onlara bayram sovqatı çatdıraq. Allah qəbul eləsin. Quran-ı Kərimin Hud surəsinin də olan ayətlə bugünkü tədbiri yekunlaşdırım. Allah Quran-ı Kərimin Hud surəsində buyurur ki, həqiqətən Allah yaxşı iş görənlərin mükafatını puç etməsin. Bugün də bu yaxşı işə addım atan əmmimizin Allah heç vaxt mükafatını puç etməyib, indən sonra da mükafatını versin. Əmi sizə də təşəkkür xeyri qalsın. Allah amanət olun. Tarih sən də sağ ol, operator. Allah səni var eləsin balam. 6 yaşından elimin obamın xidmətindəsən balam. Hacı, demək verdiyimiz tapşırığa əsasən 15 nəfər ailə bugün bayram sovqatı paylanıldı. Hansı ki o sovqat ki Bakı şəhərindən dəyərli bir əmmimiz göndərmişdi Ləmbalan Kənd Cümə məscidinə və bu məscidin vasitəsinə sizin vasitənizlə 15 nəfər ailə paylanıldı sədəminin maşını ilə. İstəyərdim ki, həmin qarşıdan Ramazan bayramı gəlir. Bu gözəl günlə bağlı xalqımızı təbrik edəsiniz. Eyni zamanda bugünkü bu gözəl aksiya ilə bağlı. Buyurun, Hacı Əkrəm əfəndim. Mərhəmətli və rəhimli Allahın adı ilə Allah mallarına bərəkət versin. İndi nə qədər desək də ki, adı bilinməsin, onsuz da biləcəklər də. Allah razı olsun hər kimdirsə. Allah canı sağ eləsin. Nə demək istəyirəm? Bax, indi 15 nəfər əhatə edə bildik. Amma bunların sayısı bizdə biraz çoxdur. Qabaqdan bayram namazı gəlir, fitr bayramı gəlir. Fitrə sədəqələrinizi verməyə acizlik çəkməyin. Şəhətdən kənarda yaşayan qardaşlar, kim olursa olsun, şəffaf şəkildə hamısı da çatdırılacaq Allahın izni ilə haqq sahiblərinə, Allah şahidliyi ilə və mələklərin şahidliyi ilə. Allah kimlə kəndimizə, elimizə, obamıza nə yardım verirsə Allah min əvəzini versin, günahlarını bağışlasın. Çünki bu ayda verilən elə bil 10 manatlıq sədəqə digər aylarda verilən 1000 manatlıq sədəqədən üstündür. Bu ay daha çox önəmlidir, rəhmət ayıdır, bərəkət ayıdır. Allah hamımızdan qəbul eləsin inşallah. Allah subhanahu wa ta'ala bizləri bayrama çatdırsın və Ramazanı gözəl şəkildə başa çatdıranlardan qərar versin inşallah. Təşəkkür ederim Hacı Əkrəm əfəndim. Buyurun, dəyərli əmmimiz, gözəl insan, kəndimizin, elimizin, obamızın, dəyərli ağsaqqallarının olan Kərəm əmi. Mən də öz növbəmdə bu qarşıdan gələn 8 Mart Qadınlar Bayramı münasibəti ilə bütün ana bacılarımızı, qadınlarımızı, gəlinlərimizi, qızlarımızın hamısını bu 8 Mart Bayramı münasibəti ilə təbrik edirəm. Onlara uzun ömür, can sağlığı, ailə səadəti arzu edirəm. Həmişə bu həyatı sağlam yaşasınlar, xoşbəxt yaşasınlar. Söhbətimizin o biri tərəfinə nəzər salsaq, kəndimizin xeyriyyətçi oğlu 15 nəfər ailəni sovqatla sevindirdi bu bayram münasibəti ilə. Biz də bu adamların adından ona çox sağ ol deyirik. Allah qazancına bərəkət versin, canını sağ eləsin, ömrünü uzun eləsin. Həmişə ona belə sağlam can, bol rüzü bərəkət arz eləyək ki, daha da bundan yüksəyinə nail ola bilsin. Ona uzun ömür, can sağlığı arz eləyirəm. Həm də sabahları mənim də es Kərəminizin anadan olan günüdür. Amma Martın 10'u yazıblar. Martın 10'unda da mənim ad günüm qeyd olunacaq. Təbrik edirik. 70 yaşım yubileydir də bu. 70 yaşım tamam olacaq. Hər bir kəsə belə uzun ömür arzu eləyirəm, sağlam ömür arzu eləyirəm. Tahir, səni də öpürəm, bağrıma basıram, Allah canını sağ eləsin. Baxşiş müəllim, Allah səni aramızdan əks eləməsin. Allah sana şəfa versin, Allah ömrünü uzun eləsin. Çox sağ olun, öpürəm, hər birinizi bağrıma basıram. Minnətlər, elə biz də bəri başdan sizi doğum gününüzün münasibətinə təbrik edirik. Və bütün ana bacılarımızı Kərəm əmi dediyi kimi 8 Mart beynəlxalq qadınlar bayramı münasibətilə təbrik edirik. Ramazan bayramımız mübarək olsun. Bir daha təşəkkür və minnətdarlığımızı bildiririk. Allah qəbul etsin. Səxavət duyğusu səndə yoxdursa, tutduğun orucun nə mənası var? Süfrəndə yoxsula, yerin yoxdursa, bir ay ac qalmağın nə mənası var?
Kəndində bir savab işlər gedərkən, uzaqdan seyr edib sən yan keçərsən, əlini uzadıb dəstək verməzsən, qıldığın namazın nə mənası var? Yalandan and içib kənar gəzənlər, arxadan danışıb qeybət edənlər, müsəlman xalqını iki bölənlər, bu həccə getməyin nə mənası var? Halal pullarıyla villa tikənlər, o pulla kəndində az iş görənlər, gec olub hər şeyi başa düşənlər, öləndə Yasinin nə mənası var? Namaz da, oruç da hesabdır qardaş, səxavətli olmaq gözəldir qardaş, əsl insan olmaq lazımdır qardaş, əməlsiz Quranın nə mənası var? Əməlsiz Quranın nə mənası var? Əl tutmaq əldən qalıb atalar deyib. Həmişə elimizdə, obamızda gözəl işlər görmək bizim vətəndaşlıq borcumuzdur, evlatlıq borcumuzdur. Bu vətənin evlatları həmişə el obası üçün nəsə etməlidirlər. Allah bizlərə də sağlam can, gözəl maddi durum, həvəs, güc, qüvvə versin ki, biz də həmişə lazım gələndə elimizdə, obamızda nəsə bir işlər görək, gözəl savab əməllər qazanaq. Minnətdarım sizə. Var olun əziz xeyriyyətçilərimiz. BMT TV, Bakşiş müəllimin kanalı, onlayn internet televiziyası və YouTube kanalı təqdim edir. Kanalımızda videolarımızın baxış sayının çox olması üçün kanalımıza abunə olun, bəyənin, şərh yazıb paylaşmağınızı xahiş edirik. Dəyər verdiyiniz və dəstək olduğunuz üçün öncədən hər birinizə təşəkkür edirik. Kanalıma abunə olun, şərh yazın, like edin və paylaşın. Mənə dəyər verən bütün dostlarıma təşəkkürümü bildirirəm.